Salamlar, hər vaxtınız xeyir olsun. Nicat Baxşizadə sınaq toplusundan blok sınaq 9-un izahına baxırıq. Başlayırıq birinci sualdan. Bizə AB-ni x ilə y ilə ifadə edib, belə bir ifadənin qiymətini soruşur. Əvvəla verilən ifadədə, burada sürətdə ilk başda y mötərizə xaricinə çıxararam. Qalacaq a kvadrat çıx b kvadrat. Məxrəc olduğu kimi qalır. Biraz daha sadələşdirəsi olsam, bilirəm ki, kvadratlar fərqinə görə vurğuları ayıra bilərəm. Bir dəfə a plus b, bir dəfə a minus b şəklində. Və belə olduğu halda, təbii ki, növbəti mərhələdə a çıx b-lər ixtisar olunur. Qalır y a plus b plus 1. İndi biz verilən AB ifadələrinin qiymətini burada yerinə yaza bilərik. Y vur. Baxın, a ilə b-ni, yəni bu iki ifadəni toplamaq lazımdır. Gəlin yazaq. 1 bölü x çıx 1 bölü y. Üstə gəl. X çıx 1 bölü x. Yəni bu a-dır, bu da b-dir. Ardıca plus 1'imiz də var. İndi burada mötərizənin üçün fikir versəniz, 1 bölü x-lər islah gedir. Qalır y vur. X çıx 1 bölü y. Bunların ikisinin yerini dəyişdirdim. Daha səliqəli dursun deyə. İndi buranı vurub aça bilərik uşaqlar. Y x-ə vuranda olacaq x y. Y-i 1 bölü y-ə vuranda təbii ki, y-lər ixtisar gedəcəyi üçün mənfi 1 qalacaq. Ən sonda da plus 1'imiz var. Onlar da son olaraq islah gedəsi olsa cavab qalacaq x, y, d variantı. Gəlin baxaq ikinci suala. Bu sualda nə etmək olar? Hər tərəfi gəlin tangensləyək. Nə deməkdir bu? Hər tərəfi tangensləməyə tangens içəridə arktangens 3'də 2 üstə gəl arktangens 4'də 3. Sol tərəfi tangenslərimsə, sağ tərəfdə tangensləyərəm. Tangens alfa olur. İndi burada nə məsələ var? Diqqətlə fikir verin. Arktangens 3'də 2, bir də arktangens 4'də 3. Bunlar aydın məsələdir ki, müxtəlif dərəcəyə bərabərdir, düzdür? Hər hansı dərəcə. Məsələn, deyək ki, x dərəcə olsun, bu da y dərəcə. Özümüzdən x, y deyək. Kənarda yazıram. Mən fikir verdinizsə, nəyə x dedim? Arktangens 3'də 2'yə x dedim. Eyni məntiqlə arktangens 4'də 3'ə də y dedim. İndi bunların da hər tərəfini tangensləyəndə nə alınır? Alınır ki, tangens x 3'də 2'yə bərabərdir. Tangens y isə 4'də 3'ə bərabərdir. Çünki yəqin ki, bilirsiniz də, tərs trigonometrik funksiyada belə bir qayda var idi ki, məsələn, qarşısına tan yazsam, içində arktan yazsam, x yazsam. Bunlar bir-birini aparırdı, qalırdı sadəcə x. Eyni şey kosinus, sinus, kotangens üçün də keçərli idi. Aha, indi belə bir iş gördüm. Növbəti mərhələdə nə edirəm? Məndən soruşulan ifadə nə idi? Tangens alfanı tapmaq. Tangens alfa demək nə deməkdir? Baxın, bu bərabərliyin sol tərəfindəki ifadənin özü düzdür. Yəni mən bunu tapmalıyam. Onu o zaman necə soruşa bilər məndən? Necə yaza bilərəm? X, y-i nəzərə alsam. Yəni elə bil arkların yerinə x, y qoysam. Daha qısa olsun deyə, daha rahat olsun deyə belə yazıram. Bir növ hər dəfəsində ark yazmağın dərdindən belə bir özümə çıxış yolu tapıram. Bunun üçün baxıram ki, tangensin toplama düsturu yarandı burada. Bilirəm ki, toplama düsturu necə idi? Tangens x üstə gəl. Tangens y, bu olur sürət. Məxrəcdə isə 1 çıx. Tangens x vur tangens y. İndi bu düsturu tətbiq edərəm sadəcə. Onsuz da tangens x də var, tangens y də var. Sadəcə yerinə qoyuram. Diqqətlə baxın. Olur 3'də 2 üstə gəl. 4'də 3. Məxrəcdə isə 1 çıx. 3'də 2 vur 4'də 3. Sadəcə bunu hesablayırıq. Sürətdə bizə verəcək 12'də 17. Məxrəc isə verəcək 1 çıx 12'də 6. Uzun sözün qısası ifadə yeşin olaraq 6'da 17'ni vermiş olacaq sadələşdirsəz. Üçüncü suala baxırıq. X bərabər pi bölü 2 olarsa, yəni 90 dərəcə olarsa. Kosinus 2x, yəni kosinus 2 vur pi bölü 2. Üstə gəl 1. Sinus x, yəni sinus pi bölü 2 üstə gəl 1. Sadəcə x-in yerinə aparıb pi bölü 2 qoyuram. Burada ikilər ixtisar gedəcək, olacaq kosinus pi üstə gəl 1. Məxrəcdə isə elə sinus pi bölü 2 üstə gəl 1. İndi kosinus pi olur mənfi 1 üstə gəl 1. Məxrəcdə əslində sinus pi bölü 2 1'dir. Üstə 1 gəndə əslində məxrəc 2 edir. Amma sürət 0 olduğu üçün birbaşa cavab olacaq 0 C variantı.
Demişəm də sizə imtahanda əgər bir sualın cavabını tapa bilmirsə və variantlarda 0 varsa, adətən cavab elə 0 olur. Təbii ki, böyük faiz ehtimalı ilə belə deyirəm, %100 yox. Növbəti suala baxırıq. Bu tip sualların qaydası var idi, yadınızdadırsa. Deyirdik ki, buradakı bucaqların cəmi buna bərabər olur. Və yaxud da bəzən belə də verirdilər bu sualı, onu da xatırladım, amma bu şəkildə siləcəm. Təbii ki, bu xəttlər bir-birinə paraleldirsə, yadınızdadırsa, bu üçünün cəmi 360 olurdu. Bir də o var idi. Yəni, məsələn, alfa, beta, gamma desəm, bu üçünün cəmi olurdu 360. Belə karandaş oxşayır fikir versəz və yaxud da raket deyənlər də var. Amma bizdə artıq elə deyil. Yəni, bizdə bu içəriləri verməyib. İçəriləri versə, deyərəm üçündə cəmi 360. Amma belə iti yerləri, yəni çöl, kənar tərəfləri verilibsə, onların cəmi içəridəkinə bərabər olur. Tamam, o zaman nə yazaram? X plus 33 üstə gəl 2x bərabər olmalıdır 5x çıx 55-ə. Buradan alaram ki, 3x üstə gəl 33 bərabərdir 5x çıx 55-ə. 2x bərabər 88-dən x alaram 44. Bizdən nə soruşur? AOB bucağı. Bucaq AOB. Bucaq AOB. Baxın buradır. Və o 5x çıx 55 olduğu üçün x-in yerinə 44 qoyaram. 5 vur 44. 5 vur 44. Çıxılsın 55. 220-dən də 55 çıxanda cavab olacaq 165. A variantı. Baxırıq 5-ci suala. Bu sualla bağlı bir şey demək istəyirəm əvvəlcə sizə. Maraqlı bir qaydası var çünki. Bəziləriniz yəqin ki bilirsiniz, amma bəziləriniz bilmirsiniz. Random bir dənə üçbucaq çəkirəm sizin üçün. Üçbucağın hündürlüklərinin təpə nöqtələrinin birində kəsişməsi. Bu nə deməkdir? Məsələn, deyək ki, belə bir üçbucaq çəkdim. Bunun hündürlüyün biri budur. Digər hündürlük qoy biraz daha belə bir üçbucaq çəkim. Bir hündürlüyü budur. Allah Allah. Digər hündürlüyü məsələn belə çəkə bilərəm. Bu biri hündürlüyü ta ki belə çəkdim. Fikir verdinizsə, hündürlüklər gedir burada belə kəsişir, üç hündürlük. Düzdür. Amma bizə deyir ki, üçbucağın hündürlüklər onun təpə nöqtələrindən birində kəsişsin. Yəni ya burada, ya burada, ya burada. Bu yoldan keçən üçbucağa aid ola bilməz. Yalnız və yalnız düzbucağa üçbucağa aid ola bilər. Yadınızda saxlayın. İndi biləcəksiniz niyə. Bir dənə düzbucağa üçbucaq çəkirəm. Bilməlisən ki, düzbucağa üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü budur. Amma digər hündürlükləri zaten katetlərdir. Yəni bu iti bucaqdan çəkilən hündürlük ilə bu katetdir və ya bu iti bucaqdan çəkilən hündürlük ilə bu katetdir. Düzdür? Ona görə də o dediyi şərt ilk gündə mənə hiss elətdirməlidir ki, bu düzbucağı üçbucaqdır. Daha sonra deyir üçbucağın böyük tərəfinə çəkilən median. Üçbucağın böyük tərəfi hipotenuzdur, yəni bura. Bura median çəkməliyəm. Çəkdim. Bilirəm ki, median qarşı tərəfi 2 bərabər hissəyə bölür və düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza çəkilən median elə böldüyü hissələrə bərabər, yəni bu da həmin hissələrə bərabərdir. Əgər deyirsə ki, median 10-dur, yəni bura 10-dur. Onda bunlar da hər birisi 10-10 olmalıdır. Daha sonra deyək ki, kiçik tərəf isə 12-dir. Kiçik tərəf kiçik katet deməkdir. Üçbucağın perimetrini tapın. Üçüncü tərəfə gəlin bir dənə x yazaq. Aydın məsələ ki, hipotenuz bütöv 20 olacaq. Pifaqor quraram. X-in kvadratı bərabərdir 20-nin kvadratı çıx 12-nin kvadratı. Buradan əlbəttə ki, x bərabərdir 400-dən 144 çıxsam 256 eləyəcək. Oradan da x kvadrat əgər 256-dırsa x olacaq 16. Yəni ikinci katetimiz də 16-dır. Perimetr soruşur. Perimetr üç tərəfin cəmidir. 12, 16 və 20. Toplayası olsaq cavab olacaq 48 Y variantı. Baxırıq 6-cı suala. Düzgün dördbucaqlı piramidanın. Düzgün dördbucaqlı piramida nə deməkdir? Oturacağı kvadrat olan, yəni düzgün dördbucaqlı olan piramida deməkdir. Deyir, oturacağın sayısı 144. Əgər oturacaq kvadratdırsa, oturacağın sayısı, deyək ki, tilinə A deyək, A kvadrat üsulunu hesablanmalıdır və əgər bu 144-sə, demək ki, A elə 12 yazıram. 12. Deyir, yan tili 10'dur. Ne güzel. Yan tilini yazıram 10. İndi təbii ki, bu 10 hamısına aiddir. Sadəcə hər birini yazıb biraz şəkli korlamaq istəmirəm. Yan tili deyir 10 isə yan səthinin sayəsini tapın.
Biz də yan səthin sahəsinin düsturunu bilməliyik. 2-də 1 P oturacaq vur H. 2-də 1 oturacağımızın perimetri əgər tərəf 12-dirsə, perimetri olacaq 4 vur 12. Yəni 2 48. H-dakı bizdə hündürlüyüdür və hündürlüyü necə tapılır? Təpədən bir dənə hündürlüyü indirim. Üzrü sayını hündürlüyü deyəndə buranın hündürlüyü deyirəm. Bir dəqiqə gözdən keçəcək. Aha, bu hündürlük. Bu hündürlüyə hansı ki biz həm də apofem deyirdik. İndi bunu necə taparam? H-la işarə edirəm hələ ki. Yan üzün hündürlüyü. Bilirəm ki, bərabər yan üst bucaqda ora 10-dursa burada 10-dur. Bərabər yan üst bucaqda endirdiyim hündürlük həm də median rol oynadığı üçün ümumi 12 6 olaraq bölünər. O zaman Pifaqordan H yazılan yeri biz 8 tapa bilərik. O zaman düsturda davam eləsək 48 vur 8. Bunun da cavabı bizə verəcək 4-ü 48-ə vuranı 192. Cavab olur 190. Və yaxud da belə də hesablaya bilərdiniz bu arada. Deyək ki, bu düsturu bilmirik. Sən bilirsən ki, 4 dənə bunun yan üzü var və hamısının sayısı eynidir. Birini tap 4-ə vur. Bəs o birini necə tapırsan? Elə burada şəkildə çəkdiyim kimi hündürlüyü endirirsən. Bərabər yan üst bucağa baxırsan. Oturacaq təbii ki 12-dir. Hündürlüyü də 8-dir. Birinci o üst bucağın sayısını tapırsan eləyir 48 və daha sonra 4-ə vursan 48. O şəkildə də yəni birbaşa hesablamaq olar. Deyək ki, düstur yadımızdan çıxıbsa. Cavab oldu A. Növbəti 7-ci suala baxırıq. Deyək ki, 20% xeyirlə satılan mal satış qiymətindən 20% aşağı 384 manata satılır. Malın maya dəyərini tap. Əvvəla malın maya dəyərinə gəlin özümüzdən bir dənə x deyək. Əgər 20% xeyirlə satsa, o zaman nə olur? 20% xeyir. Diqqətlə baxın. 20% xeyir maya dəyərini 20% artırmaq deməkdir. Yəni bilirsən ki, x-in 20%-i 0.2x-dir. Artırası olsun, bu mənə verəcək 1.2x. Daha sonra deyir ki, satış qiymətindən, yəni bu 20% xeyirlə ilkin nəzərdə tutulan satış qiymətidir də, aldığım qiymət. Deyir, bu satış qiymətindən 20% aşağı qiymətə sat. Yəni 20% aşağı qiymətə aldığım nəticəni 384-ə bərabər eləyərəm. Neyniyərəm? Götürərəm 1.2x-i vuraram 20%-ə. 20% azaldaram və 100%-dən çıxaram. Və yaxud da birbaşa 20% azaltmaq, aşağı eləmək nə deməkdir? Yəni 80%-ə salmaq deməkdir. Birbaşa 80%-ni də tapa bilərəm. Yəni 0.8-ə vurmaqla. Hansı ki, bu da bizə verəcək 0.96x. Və bunu bərabər eləyirəm bizə verilən 384-ə. Bu tənliyi həll eləmək üçün 384-ü bölürəm 0.96. Buradan da cavab çıxacaq 400. 400 manat. Yəni D variantı. Təkrar qısa şəkildə özət keçimini etdiyimizi, əvvəla sən istəsən əslində x deyil də, məsələn 100 qoyub 100 ilə də işləyə bilərsən, problem deyil. Yəni sadəcə bir məsələ var ki, sənin maya dəyərin hər nədirsə, deyək ki, x olsun bizdə, 20% xeyirlə satılırsa, 1.2x-ə satılır. Sonra deyir ki, satış qiymətinə 20% aşağı indirim elə, yəni 1.2-ni 20% azalıram təkrar, ona görə. Baxırıq növbəti 8-ci sualımıza. Diametri AB olan yarımçevrə üzərində bu nöqtələr və diametri üzərində MN nöqtələri qeyd olunub. Təpələri bu nöqtələrdə olan neçə müxtəlif üçbucaq çəkmək olar? Ümumi bizdə cəmi 7 nöqtə var, düzdür? Və eyni düz xətt üzərində olan, yəni diametr üzərində olan demək, nələr var? ABMN var. Neyniyərəm? Təxmini belə bir şəkil yaranır. İndi burada nəyə başa düşməlisiniz? Üçbucaq yaratmaq istəyirəmsə, bilməliyəm ki, üçbucaq bir düz xətt üzərində olmayan üç nöqtəni birləşdirən fiqur idi. Yəni ki, mütləq şəkildə o nöqtələrimdən heç olmasa biri
bir düz xətt üzərində yerləşməməlidir. Düzdürmü? Məsəl üçün, tutaq ki, deyirəm, A-la M-i götürsəm, mən N və B-ni götürə bilmərəm üçüncü olaraq. Mütləq bu aşağıdakılardan birini götürməliyəm. Və yaxud da deyək ki, M-lə N-i götürdümsə bu ikisini, B-ni, A-nı götürə bilməm artıq. Məcbur aşağıdakılardan birini götürməliyəm. Çünki yenə də vurğulayıram. 3 dənə yuxarıdan seçə bilmərəm. Bunun üçün nə edərəm? Ümumi fikir verirsə 7 nöqtə var. 7 nöqtədən mən 3-ünü seçsəm, üçbucağı düzəldə biləcəm. Düzdür? Yəni ümumi hal 7-dən 3-dür. Kombinezon 7-dən 3. Amma üçbucaq sayılmayan, üçbucaq yaratmayan birləşimləri buradan çıxmalıyam. Nəyi? Təbii ki də ancaq bir düz xətt üzərində olanlara aiddir bu. A, M, N, B. Bu 4 dənə nöqtənin üçlü kombinasiyalarını çıxmalıyam. Nə deməkdir bu? Məsələn, AM və yaxud da AMB və yaxud da MNB və yaxud da AMB və s. müxtəlif versiyalar var və həmin o versiyalar bizə verir kombinezon 4-dən 3-ü. Bunlar bir-birindən çıxmalıyam. Çünki 4 dənə nöqtədən üçlü kombinasiya düzəldirəm. Ödəməyənlərdir də bunlar. Ümumi haldan ödəməyənləri çıxıram ki, ödəyən qalsın. Mənim sualımın cavabı qalsın. Çünki mənə deyir çəkmək olar. İndi bunu hesablayarıq. 7-dən 3, 4-dən 3. Kombinezonun hesablanma qaydasını bilirsiniz. 7 faktorial, 4 faktorial, 3 faktorial, çıx. 4 faktorial, 3 faktorial, bu da 1 faktorial zaten. Eləyəcək, bu bizə verəcək 35. O birisi də 4. Bir-birindən çıxsam cavab olacaq. 31 D variantı. Baxıram 9-cu suala. Bərabərçilik həll edin deyir. Əvvəla nə görməliyəm? Burada 4-ün üstündə qüvvət var. Bir də məxrəcdə 11-x var. Bax, ümumiyyətcə bilməlisən ki, sürətə fikir ver. A üstü x funksiyası da bu düzdür, üslü funksiyadır. Və biz də bilirik ki, üslü funksiyanın qiymətləri çoxluğu sıfırdan müsbət sonsuzluğadır. Yəni ki, sürət hər nədirsə müsbət bir şeydir. Ona görə də əgər sürət müsbətdirsə, məxrəc nə olmalıdır? O da müsbət olmalıdır ki, yekun ifadə sıfırdan böyük olsun. O zaman yazaram ki, 11-x, yəni məxrəc sıfırdan böyük olmalıdır. Buradan alıram ki, x çox 11 kiçikdir 0. Yəni x 11-dən kiçikdir. Tamam, əla. Bir baxışdan cavab B variantı kimi görünür, amma səbirli olaq. Görək burada nə var? Burada kəsir var. 4-ün üstündə kəsir var. Normalda üslü funksiyada A üstü x-də, yəni x təyin oblasında hər şey ola bilər. Yəni mənim sonunda müsbət sonsuzda heç bir sorun yoxdur əslində qüvvət üçün. Sadəcə kəsirdir deyə bilməliyəm ki, kəsirin məxrəci sıfırdan fərqli olmalıdır. Ona görə də x 2-dən fərqli olmalıdır. 11-dən kiçik olan ədədlərin içindən 2-ni çıxırsınız. Yəni hətta ədəd oxu ilə də sizə başa salım. 11 buradadır, 2 də buradadır. Mən 11-dən kiçik deyəndə belə hamısını ştrixləyirəm, ta ki mənfi sonsuzluqdan 11-ə qədər. Amma ki, orada əgər 2-ni silirəmsə ortada, 2-ni boş saxlayıramsa, onda mənim artıq, belə deyə, bölgülərim bu formada olur. 2-ni ala bilmir deyə buranı qırmızı boş saxlayıram. O zaman mənfi sonsuzluqdan 2-yə qədər alır, bir də 2-dən 11-ə qədər alır. Fikir verin, ona görə cavab olar A variantı. Baxırıq 10-cu suala. M-in asilini 12 verib, kvadratlar cəmini soruşur və deyir AB-nin tərtibi 8-dir. Gəl AB-ni bir-birinə vuraq əvvəla. Təbii ki də 5-i 2,6-ya vurub qabaqda yazacağım. Bir də 10 üstü M-i 10 üstü N-ə vuracağım. Biraz sadələşdirəsi olsam 5-i 2,6-ya vuranda 13 eləyir. Olacaq 13 üstündə 13 vur. 10 üstündə M plus N. Çünki əsaslar eyni olanda vurma zamanı qüvvət üstləri toplanılır. İndi mənə deyir ki, tərtib 8-dir. Tərtib nə deməkdir ki, qüvvət demək deyil. Amma standart şəkli gətirəndən sonra da 13 belə sərf eləmirək. Mən AB-nin standart şəkli necə gətirim? Bu 13-ü 1,3 eləyərəm. Əgər 13-ü 1,3 elədimsə, ona bölmüşəm də, düzdür. Onda bunu ona vuraram ki, bərabərlik kompensasiya olunsun. Əgər bunu ona vururamsa, qüvvət üstü nə eləməlidir? 1 vaid artmalıdır. O zaman M plus N plus 1 olur. Niyə 1 vaid artdı? Çünki baxın, bunu ona vursam, 10 üstü 1 olsa, qüvvət üstləri toplananda belə bir ifadə alınır. İndi bu ifadənin tərtibi nədir? Tərtib onun qüvvətində olandır. Təbii ki, standart alıq gətirəndən sonra. 8-ə bərabərləşdirsəm, M-in cəmini 7 alaram. Bizdən soruşurdu M-in kvadratlar cəmini. Kvadratlar cəmini M plus N-in kvadratı çıx 2M-in kimi yaza bilərəm.
O zaman olacaq 7'nin kvadratı çıxılsın 2 vur 12 özü bizə vermişdi. Olar 49 çıx 24 o da bizə 25 verər. Cavab A. Deməli burada nə edirəm? Əvvəla sinus 2x'in açılışını yazıram. 2 sinus x kosinus x çıx kosinus x üstəgəl 2 sinus x çıx 1 bərabər 0. Növbəti mərhələdə bu ilk ikisindən kosinus x hər ikisində var deyə kosinus x-i mötərizə xaricinə çıxararam. Qalacaq 2 sinus x çıx 1. Üstəgəl 2 sinus x çıx 1 bərabər 0. İndi fikir versəz 2 sinus x çıx 1 burada da var, burada da var. Onda onu təkrar belə deyək, ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam qalacaq kosinus x üstəgəl 1. Niyə? Fərz eləyin ki, bunun burasında 1 var da görünməz. Baxın bu şəkildə nəzərə alın ona görə. İndi bərabər 0. Bilirəm ki, vuruqların hasili 0-dırsa, hər bir vuruğu 0-a bərabər eləməliyəm. Yəni 2 halda həll eləməliyəm. Birinci hal 2 sinus x-i 2 sinus x çıx 1-i 0-a bərabər eləməkdir. Buradan 2 sinus x əgər 1-dirsə, olacaq sinus x bərabərdir 2-də 1. Bu da ən kiçik kök deyir mənə. Ən kiçik müsbət kök təbii ki 2-də 1 nə zaman alır? 60 dərəcə olur. Pi böl 6. Gedirəm ikinci hala baxıram. Kosinus x üstəgəl 1-i 0-a bərabərləşdirirəm. Buradan kosinus x bərabərdir -1. X bərabərdir olar pi, yəni 180 dərəcə. İndi təbii ki də ən kiçik müsbət kök dediyi üçün elə pi böl 6 30 dərəcə bizim doğru cavabımız olar. Baxaram 12-ci suala. Ədədinin sadə vuruqlarının sayını tapın. Baxın, bunları qarışdırmaq olmaz. Gəlin bu sualı sizə daha da ətraflı izah edeyim. Sadə vuruqla yanaşı sadə bölən, müxtəlif sadə vuruq və s. Bunların hamısını izah edeyim. Deməli, məsələ nədən ibarətdir? Əvvəla sizə verilən n ədədində 57 və 38 bunların əlaqəsini sezməlisiniz. Təbii ki, 57 19 vur 3 deməkdir. Üstündə də kvadrat. 38 isə 19 vur 2-dir. Üstündə də kvadrat. Və siz bunu nə edirsiniz? Bilirsən ki, kvadrat içəridəkinin hər birisinə aiddir. Həm 19-a, həm də 3-ə aiddir. Burada da həmçinin. Görürəm ki, 19-un kvadratı mötərizə xaricinə çıxa bilir. Qalır 3-ün kvadratı plus 2-nin kvadratı. Və biraz daha sadələşdirəsi olsaq, 19-un kvadratı vur. Bilirsən ki, 9 ilə 4-ü toplayanda bu mötərizənin ki, bizə verir 13-ü. Vurulsun 13 üstü 1. İndi məsələ nədir? Bizdən soruşur sadə vuruq. Bax, sadə vuruq deyirsə, sadəcə qüvvət üstləri toplayırıq. Yəni 2 ilə 1-i toplayıram, cavab olur 3. Sualımızın cavabı D variantı. Amma ekstra olaraq, əgər sadə bölən soruşulsaydı, yadda saxlayıram ki, aşağıdakı ədədləri sayırıq. Yəni qüvvətlərlə işimiz yoxdur. Aşağıda neçə ədəd var? 1, 2, 19 və 13 düzdür. Ona görə 2 dənə olur. Mötərizədə də yazıram 19 və 13. Soruşula bilər, daha sonra müxtəlif sadə vuruq. Müxtəlif sadə vuruq. Yadda saxlayın, bu elə sadə bölənlə eyni şeydir. Ona görə yəni elə bu da 2-yə bərabər olacaq. Yenə də 19 və 13, yəni bunlar bir-birindən belə deyək, sinonim, ekvivalent cümlələrdir. Müxtəlif sadə vuruq demək, sadə bölən deməkdir. Daha sonra nə var? Daha sonra mürəkkəb bölən, tək bölən, cüt bölən, bunlar da var əslində. Onlara da aydınlıq gətirmək istəyirəm. Natural bölən, natural bölünən sayılardan da danışım. Baxın, natural bölənlərin sayını qısaca MBS-nə işarə edirəm. Və bu necə tapılır? Bərabər. Qüvvətləri bir vahid artırıb, bir-birinə vurursunuz. Bax, 2-ni də bir vahid artırıram. Buradakı 1-i də bir vahid artırıram və bir-birinə vururam. Olur 3 vur 2, cavab edir 6. Bir də var tam bölənlərin sayı. Tam bölənlərin sayı da həmişə 2 dəfə çox olur natural bölənlərin sayından. Yəni ki, 2 vur 6, 12 olur. Sadə bölən dedim, mürəkkəb bölən demədim. Onu da deyim. Bax, mürəkkəb bölən soruşulsa, mürəkkəb bölənlərin sayı nə edirsən? Natural bölənlərin sayından çıxırsan, sadə bölənlərin sayı. Ekstra olaraq 1 də çıxırsan. Niyə? Çünki natural ədədlər sadə və mürəkkəb olmaqla 2 yerə bölünür desək də, orada nə sadə, nə mürəkkəb olmayan, yadınızdadırsa, bir ədədi var idi.
Bir nə sadə, nə mürəkkəbi, düzdür. Ona görə onu çıxmaq lazımdır. Və sonra tək bölən, cüt bölən, onlara da baxaq. Tək bölən, cüt bölən. Bunlar necə tapılır? Bunlar nadirən adamın qarşısına çıxır, çox da yox. Amma ki, bilmək vacibdir. Tək bölən deyirsən, sən baxırsan sadə vurğularının ayrılışına. Orada əgər 2 varsa, ki bizdə yoxdur da, 19 və 13-dür. Sadə bölənlərin içində əgər 2 varsa, 2-ni tulluyursan, yəni silirsən də üstündən, məsələn, atıram burada 2 üstü 5 olsun tutaq ki, onu silirəm, yoxdur. Üstündən xətt çəkirəm və geriyə qalan 2-siz, yəni 2 bilirəm ki, cüt ədəddir. Cüt ədədi oradan dəf edirəm, geriyə qalanlarla götürüb natural bölən sayı tapıram. Normal qaydada. Qüvvəti 1 vayda artırır. 2 plus 1, 1 plus 1. Bayaq necə kitab boşluq, natural bölənlərin sayı o formada. 3 vur 2 eləyəcək 6. Cüt bölənlərin sayı soruşulanda isə ümumi natural bölənlərin sayından tək bölənlərin sayını çıxırsan. Təbii ki, ümumidən təki çıxsın, cüt qalacaq da aydın məsələ. Yəni, nə öyrənim burada? Cüt bölənlərin sayını tapmaq üçün özəl bir düstur qayda yoxdur. Tək bölənləri birinci tapıb, ümumidən təki çıxanda sən cüt bölənlərin sayını almış olursun. Məsələn, natural bölənlərimizin sayı 6-dır. Tək bölənlərimizin sayı da 6-dır. Çıxdıq 0 elədi. Fikir verirsiniz, cüt böləni yoxdur bu yazılı. Niyə yox idi? Çünki vurğularında 2 yoxdur. Ona görə. Məsəl üçün, burada 2 üstü 3 falan olsa, o zaman olacaq. Daha sonra nə var idi? Ədədin özündən, yəni bu ədəddən, n ədədindən kiçik və onunla qarşılıqlı sadə olan ədədlərin sayı var idi. Onunla da bağlı. Diqqətli olun. Onun da düsturu belə idi. 1 çıx 1 böl 19. 1 çıx 1 böl 13. Bu şəkildə. Yəni düstur 1 çıx 1 böl A, 1 çıx 1 böl B idi. A, B də orada aşağıdakı sadə bölənləri göstərdi. Bunu hesablayıb tapırsınız. Belə. Baxırıq 13-cü suala. Radiusu 17 cm olan çevrənin mərkəzindən müxtəlif tərəflərdə uzunluqları 30 və 16 olan 2 paralel vətər çəkilib. Bu nə deməkdir? Müxtəlif tərəflərdə onu demək istəyir ki, yəni ikisini də belə çəkmə. Müxtəlif tərəfdə çək. Birini burada, birini burada. Onu demək istəyir. Gəlin çəkək. Misal üçün birini belə çəkirəm. Birini də ona paralel çəkməyə çalışaq. Belə çəkək, tutaq ki. İndi 30 və 16 idi. İndi qısa olan budur da. Bu qısaya oxşuyur. Bunu 16 götürək. 16-dırsa təbii ki, mən onu 8-8 olaraq bölə bilərəm. Yəni, burada da eyni məntiq işləsəm 30-dur. 15-15 olaraq bölə bilərəm. Tamam. Bizə nə istəyir? Radius 17 imiş. Ümumi bu çevrənin radiusu 17 imiş. Radiusu da çevrənin mərkəzindən istənilən yerə qədər çəkə bilərsən. Belə də çəkə bilərsən, belə də çəkə bilərsən. Yəni, bu 17-dir. İndi bizə nə deyir? Bu vətərlər arasındakı məsafə. Bax, vətər bunlardır da. Bunların arasındakı məsafə deyəndə bizdən bunu soruşur. Sən bu xətti bütöv bir dəfəyə tapa bilmirsən. Sən nə etməlisən bunun üçün? Bu hissəni tapmalısan, bu hissəni tapmalısan və toplamalısan. Necə toplayırıq, necə tapırıq? Birinci, buradakı düzbucağın ucbucağa baxıb Pifaqor qururam. Hardan bildim düzbucaqlı olduğunu? Çünki vətərlə radius perpendikulyardır. Burada da eyni məntiqlə. Sonra da burada tətbiq edib Pifaqoru qururam. Bura gəlin x deyək, bura y deyək. Birinci düzbucağın ucbucaq üçün x kvadrat bərabərdir 17-nin kvadratından 8-in kvadratını çıxası olsam 289-dan 64 çıxanda o mənə verəcək 225, yəni x olacaq 15. Düzdür? Buranı aldım 15. Eyni məntiqlə də y-ə tətbiq eləsək, yazsaq ki, y kvadrat bərabərdir 17-nin kvadratı çıx 15-in kvadratı. Burada da y kvadratını alacağım. Deməli, 64, y olacaq 8. Bu da oldu 8. Bizdən də soruşurdu arasındakı məsafə. Neyəyərəm? Həmin o x, y-i toplayarım. 15 ilə 8-in cəmi olacaq 23. Yəni A variantı. Şərtlər, şəkillər müxtəlif formada ola bilər. Özünüzü öyrəşdirməyin ki, hə, elə hər dəfəsində götürüm, yarıya bölüm, toplayım. Belə bir söhbət yoxdur. Təbii ki, hər dəfəsində müxtəlif şərtlər ola bilər. Baxırıq 14-cü suala. Düz xəttinə nəzərən A nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Necə taparam? Əvvəla bizim qaydamız nə idi? Y bərabər B düz xəttinə nəzərən simmetriyada nə baş verirdi? X dəyişmirdi. Dəyişən y olurdu və necə dəyişir? Gəlin bir dənə qaydanı xatırladım. Məsələn, A nöqtəsidir. Koordinatları x, y olsun. Y bərabər B-yə görə dəyişirəmsə, üzr istəyirəm. X olduğu kimi qalırdı. Yəni,
A', olurdu nə? X-dən işimiz yoxdur. Y necə dəyişirdi? Bəs olurdu 2B çıx Y şəklində dəyişirdi. Yəni nə baş verir? Burada sən nə deyirsən, onu 2-yə vurursan, çıxırsan Y-ə. Ümid edirəm aydın oldu. İndi bizdə də nöqtəmiz verilib -2, 3. Y bərabər -2. Yəni belə deyim də, B-nin yerində -2 durub. Tamam. Bax özümüz üçün kənarda qeyd edirik onu. Çünki adətən Y bərabər verildiyi üçün şagirdlərin beyni qarışır. Sən Y-in buradakıdır. Qaydaya görə Y-imiz 3-dür. B-imiz -2. İndi mən A'-ı tapanda X-i sərbəst olduğu kimi saxlamalıyam. -2 qalır yerində. 2B çıx Y-i hesablayıram kənarda. Yəni 2-ni vururam -2-yə. Oradan da çıxıram 3-ü. -4 çıx 3 bizə verəcək -7. Demək ki, cavab olur -2, -7. Y variantı. Bunun bu arada X versiyası var idi. O da necə idi göstərim. Yəni o da bundan analoji gedir. X bərabər A idi orada da. Təbii ki, bu zamanda X üzərində dəyişiklik eləyir. Yəni Y olduğu kimi qalır. X isə 2 artıq X-ə dönüşür. Y də olduğu kimi qalır. Bu şəkildə olur. Yenə də vurğulayıram. Qaydada belə əzbərləmək asandır. Yəni bunu hamı əzbərləyir. Gözəl. Amma tətbiq eləyəndə qarışdırırlar Y və B-ni. Həmişə sənə Y bərabər nə ki yazılıb, o B deməkdir. Tamam mı? Burada koordinatlarda verilən Y sayılır. İkinci verilən Y sayılır. Baxırıq 15-ci suala. Çoxhəllisinin dərəcəsi 14. Nə gözəl. N-in mümkün natural qiymətlərinin sayını tapın. Əvvəla, çoxhəllinin dərəcəsini necə tapırdıq biz? Bir həllilərin dərəcələrin içində ən böyük hansının dərəcəsi ən böyükdürsə onu seçirdik. Bunun üçün baxıram. Deməli, 14. Elədi 14. 8 elədi n plus 8. Burada da 6 var. Şimdi təbii ki 6 kiçikdir o heç. Bu ikisindən hansının böyük olur hələ ki bilmirəm də. Mənə deyir ki dərəcə 14'dür. Bax dərəcə 14'dür deyirsə demək dərəcə olaraq bunu götürüb də. Onda biz belə qənaətə gələ bilərik ki, demək bizim o n plus 8'imiz nəymişsə 14'dən kiçiymiş və yaxud da elə 14'ün özünə bərabər ola bilər. Çünki düşünün də bu əgər 14 olubsa yenə də dərəcə 14 olacaq. Bir şey dəyişməyəcəkdir ki. Bir çox hədlərin içində dərəcələr eyni olan bir neçə bir hədli iştirak eləyə bilər. Bunda dərəcəsi 14 olsun, bunda nə fərq olsun? Problem yoxdur. Yenə də dərəcə ümumi olaraq 14 çıxacaq. Ona görə kiçikdir, yox kiçik bərabər yazıram. Buradan n kiçik bərabər 8 alınar. Üzr istəyirəm 6 alınar. Deyir n-in mümkün natural qiymətlərinin cəmi. Təbii ki bu aralıqda 1, 2, 3, 4, 5 və 6. Bunlar biz nəyini soruşur? N-in mümkün natural qiymətlərinin sayını soruşur. Olur 6 dənə. A variantı. 16-cı sualda fikir versəz, ədədi silsilə yaranıb burada. Çünki 8 vahid artıb, burada da 8 vahid artıb və beləcə davam edir. Deməli, neyniyərəm? Birinci həddimi yazıram 4. Silsilə fərqimi D-ni də yazıram 8. Çünki həddimi 8 vahid artı gedir. Sonuncu həddim, yəni A-nim X-dir. Daha sonra bir də S-nim 196'dır. Verilənlər bunlardır. Əlimdə olanlar bunlardır. İndi mən neyniyərəm? AN-in əslində düsturundan yola çıxmaq lazımdır ilk başda. Çünki S-nin düsturu nə idi? A1 üstə gəl AN bölü 2 vur N idi. Amma əlimdə N yoxdur. Bilmirəm ki, neyniyim. Düzdürmü? Və yaxud A1 AN-lə bağlı hələ ki bir şey bilmirəm. Bu düsturu istifadə edirəm. Bir də AN-in düsturunu. Necə düstur? A1 üstə gəl E-1D. Baxın, bu iki düsturdan istifadə edəcəm. Birinci A-dən başlayıram, yerinə qoyuram. Sadəcə baxın, burada nə verilibsə, mənə verilənlərdən faydalanaraq verilməyənləri tapıram. A-nin yerinə qoydum X, A1-in yerinə qoyuram 4. Üstə gəl, n çıx 1, vur, D-nin yerinə qoyuram 8. O zaman burada nə baş verəcək? Deməli, bu mənim A-nimin qiymətidir. Biraz daha sadələşdi. X bərabərdir. Vurub açası olsam 4 üstə gəl 8-dən çıx 8 eləyəcək. Elə 8-dən çıx 4 birbaşa yazıram. Belə. Bu məndə A-nin qiymətidir. İndi gələk S-ni də yerinə qoyaq. Baxın bu düstura fikir verin. 196 bərabərdir. A1 üstə gəl AN. AN-də az öncə 8-dən çıx 4 tapdıq. Bölü 2 vur N. Yəqin ki aydın olur neynədiyimiz. Çünki X ilə tapdığım şey mənim A-nim idi də. İndi burada 4'lər silah gedər. 8 n-dən 2-ni də ixtisar eləsəm 196 bərabərdir. 4n vur n olacaq. Onda n kvadrat bərabərdir. 196-nı 4'ə böləndə
49 eləyir deyəsən. N də olacaq 7. Bizdən nə soruşurdu? Tənliyi həll elədir. Tənliyi həll eləmək demək x-i tapmaq deməkdir. X-imizə nə demişdik biz? Baxın. X bərabərdir 8-in çıx 4 demişdik. Ona görə 8-i vuraram 7-yə 4 çıxaram. 56-dan 4 çıxanda da eləyəcək 52. Olur B variantı. Maraqlı sual idi. Baxırıq 17-ci suala. Bərabər yanlı ABC 3 bucağında AB AC-yə bərabərdir. Yəni bu buna bərabərdir. Əgər bu 16-dırsa, onda burada 16 imiş. Nə gözəl. Sonra deyir ki, BC-ni tapın. BC necə tapılacaq? Əvvəla bura 90 dərəcəsi, bunun bu biri tayda 90 dərəcə olur. Pifaqor tətbiq edib əvvəla BD-ni taparam. Yazaram ki, BD-nin kvadratı üstəgəl AD-nin kvadratı bərabər olmalıdır AB-nin kvadratına. Yerinə qoyaq. BD-nin kvadratı üstəgəl 14-ün kvadratı bərabər 16-ın kvadratı. Buradan BD kvadratını tapmaq üçün 16-ın kvadratından 14-ün kvadratını çıxmalıyam. Hansı ki, o da 256-dan 196 çıxmaq deməkdir, 60 eləyəcək. Bu qalsın bir köşədə. İndi gedirəm BC-ni tapmağa. Çünki məndən onu soruşur. Demə. BC-nin kvadratı bərabərdir. Pifaqora görə indi artıq bura Pifaqor tətbiq edirəm. BD-nin kvadratı üstəgəl DC-nin kvadratı. Düzdür? Olacaq BC kvadratı bərabərdir. BD kvadratın yerinə 60 qoyaram. DC kvadratın yerinə isə 2-nin kvadratını qoyaram. Yəni ki, BC kvadrat alınacaq 64. O zaman BC də 8 olmuş olar. Cavab olar D variantı. Baxırıq 18-ci suala. Z1 və Z2 ədədlərini verib kompleks ədədlərini, onların qoşmalarının cəmini istəyir. Bilməlisən ki, modulda deməli Z1-in qoşmasının yerinə yazmalıyam nə? 3 çıx 4-i üstəgəl. Z2-nin qoşmasının yerinə isə yazaram 4 üstəgəl 3i. İ'nin qarşısında duranın işarəsini dəyişirsiniz. Bax, vurğuluyuram. Oradakı işarəni dəyişmirsiniz həmişə. İ'nin qarşısında duranı dəyişirsiniz. Məsələn, mən yazsam ki, tutaq ki, baxın, mənfi 7 plus 3 desəm ki, bunun qoşması nədir? Mənfi 7i çıx 3 deyə bilməzsən. Mütləq i'nin qarşısında duran işarəsini dəyişməlisən. Yəni, bunun qoşması olacaq 7 plus 3. Tamam mı? Bunu yadda saxlayın. Çünki bəzən i'ni ikinci tərəfdə deyil, birinci tərəfdə verirlər ki, siz çaşasınız. Ona görə diqqətli olmaq lazımdır. İndi burada nə baş verəcək? Olacaq 7. Mənfi 4-ün üstünə 3i gələndə eləcə mənfi. Modulu tapanda nə edirdik? Kök altının kvadratlarını cəmləyirdik. 7-nin kvadratı ilə deməli i'nin qarşısındakı əmsalı toplayaram. 1-in kvadratı. O da bizə verəcək kök altında 50-ni. Kök altında 50-ni də 25 vur 2 kimi yazsam, 25-dən çölə 5 çıxsa, olacaq 5 kök altında 2. Yəni A variantı. Baxırıq 19-cu suala. Loqaritma 7 əsasdan 100. Birincisi, 100-ü mən onun kvadratı kimi yazaram və bu kvadrat bilirəm ki, əmsal kimi qarşıya keçər. Buradan sildim. Daha sonra var burada ln 9. Ln 9 demək nə deməkdir? Ln 3-ün kvadratı deməkdir əslində. Yəni ki, loqaritma y əsasdan 3-ün kvadratı deməkdir. Burada da yenə 2-ni ataram qarşıya, qüvvətdən silərəm. Daha sonra var LCY. LCY nə deməkdir? LC ümumiyyətlə loqaritma 10 əsasdan y demək olur. Son olaraq loqaritma 3 əsasdan 7. Belə bir ifadə alınmış oldu. Diqqətlə fikir versəz, burada ədəd olaraq 2-lər var. O 2-ləri ataram ümumi olaraq qarşıya. 2. Qalan hər şey oldu, üzr istəyirəm. 4. Loqaritma 7 əsasdan 10. Daha sonra loqaritma 10 əsasdan y. Niyə görə direkt bunun yanına bunu yazdım? Çünki mənə lazımdır əsası 10 olan. Ona görə bunun yanına gətirdim belə deyək. Daha sonra vurulsun loqaritma y əsasdan 3 və loqaritma 3 əsasdan 7. İndi siz nəyi bilməlisiniz burada? 4 qalır yerində. Bunlar, onlar gedəndən sonra bizə verir loqaritma 7 əsasdan y-ni. Bunlar da həmçinin 3-lər gedəndən sonra qalır loqaritma y əsasdan 7. Son olaraq yenə də y-lər burada da yenə gedəndən sonra olur 4 vur loqaritma 7 əsasdan 7. O da təbii ki 1 elədiyi üçün cavab elə 4 olacaq. A variantı. Baxırıq 20-ci suala. Bu sualın ən maraqlı həlli düşünürəm ki,
Bir dəfə tərəf-tərəfə verilənləri vurub, bir dəfə də tərəf-tərəfə bölməkdir. Gəlin tərəf-tərəfə bölməklə başlayaq. 2 üstündə x plus y-i 2 üstündə x çıx y-ə bölərəm. Təbii ki, sağ tərəfləri də bölməliyəm. Bölmə zamanı əsas eynicə qüvvət üstləri çıxılır. Çıx y-i çıxası olsam, təbii ki, x-lər gedər, olacaq 2 üstündə 2y. Çünki baxın, y-dən əgər mənfi y çıxıramsa, o mənə 2y verir. Bərabərdir 8. Bilirəm ki, 2 üstü 2y bərabərdir 8 2-nin kubudur. O zaman 2y 3-ə bərabər olmalıdır. Bu da y-in 1,5 olması deməkdir. Bu y-i tapmaq üçün bizə kömək oldu. Eyni məntiqlə bu dəfə isə tərəf-tərəfə bölmə üsulunu istifadə edəcəm. Yəni ki, bunu buna vururam. Baxın, 40 vur 5. Vurma zamanı qüvvət üstləri toplanır. O zaman y-lər bir-biri ilə əks işarəli olduğu üçün islah gedəcək. 2 üstündə 2x bərabər 200 yaranacaq. Təbii ki, burada mən 200-ü 2-nin qüvvət kimi göstərə bilmədiyim üçün yazacağım. Deməli, 2x bərabərdir. Loqaritma 2 əsasdan 200 yazacağım. Hansı ki, bu da təxminən. Buradan da biz x-i tapası olsaq, gərək bunu 2-yə bölək, düzdür? Yəni, 2-də 1 loqaritma 2 əsasdan 200 yaza bilərik. Bu 2-də 1-i mən əslində 200-ün qüvvətini ata bilərəm. Yəni, belə yaza bilərəm də, loqaritma 2 əsasdan 200-ün üstündə 2-də 1. Yəni ki, kök altında 200. İndi burada biraz işlər dəyişir. Çünki kök altında 200-dən təqribi qiymət çıxarmaq lazımdır da. Çünki 200 kök altında 200 hardasa 14-dən bir balaca böyüdür də. 14 tam nə qədərsə belə bir şey. Və təbii ki, söhbət nədir? Mən bilirəm ki, 2-nin üstündə 3 8 eləyir. 2-nin üstündə 4 16 eləyir. Və bizdə də 14 tam nə qədərsədir. Demək ki, 2 ilə 3-ün arasındaymış bunun cavabı. Bu x hər nədirsə 2 ilə 3-ün arasındadır. Yəni x 2 ilə 3-ün arasındadır. İndi gözəl. Gedirik burada artıq moduldan çıxarma işləmlərimizi eləməyə. Baxın, modulda x çıx 3. X özü 2-3 arasındadırsa, oradan 3 çıxanda təbii ki, mənfi alınacaq. Y çıx x. Y özü 1,5-dən sən daha böyüyə çıxsan, təbii ki, mənfi olacaq. 1 çıx y. 1 özü y özü 1,5-dir. 1-dən 1,5 çıxanda təbii ki, olacaq. Bu da mənfi əksinə çıxacaq. Onda yekun olaraq yazaram 3 çıx x. X çıx y. Və çıxılsın y çıx 1. Hamısını elə bil əksinə çıxardım. X-lər gedir. 3 çıx y. Çıx y plus 1 mötərizəni açdım burada. Burada da olacaq 4 çıx 2 y. Zaten y-in qiymətini bildiyim üçün 4 çıx 2 vur 1,5. Yəni 4-dən 3 çıxmalıyam. Cavab eləyəcək 1. Üzr istəyirəm uşaqlar. Bayaqları mən yazdım 2 üstü 3 8 eləyir. 2 üstü 4 16 eləyir. Bu doların arası 3-4 arasında yazmaqdan 2-3 arası yazmışam. Üzrlü sayın. Elə olanda x 3-4 arasındadırsa 3-4 arasında olan bir ədəddən 3 çıxsan, bu müsbət açılacaq. Buranı bir dənə düzəldək. Yəni, bu olduğu kimi açılacaq. Birinci plus. Gerisində baxaq görək. Y-dən x çıxanda yenə kiçikdən böyük çıxıram deyə əksinə açılmalıdır. Bu da belə. Okay. Şimdi davamını düzəldək bir dənə diqqətlə. X olacaq 2x çıx 3 çıx y çıx y plus 1. Olacaq 2x çıx 2y minus 2. Düzdür? Belə bir ifadə alıram. İndi 2y bilirəm ki 3'dür. Çünki y özü 1,5'dir. O zaman olacaq nə? Sonunda bir problemimiz var ki bizim x'imizin dəyər qiyməti yoxdur ortada. Yəqin ki, sualın şərtində nəyəsə düz verməyiblər. Məsəl üçün, burada 5 yerinə 8 versəydi, cavab çıxardı. Yəni, 5-i mən 2-nin hər hansısa bir qüvvət şəklini göstərə bilmədiyim üçün aşağıda burada loqaritmini qaldı. Təxmini belə bir şey alınır, amma yerinə qoyanda, baxın, bu 3 eləyir, olur 2x çıx 3 çıx 2, yəni ilkin olaraq 2x çıx 5, belə bir ifadə qalır. Axı, x-in dəyər qiymətini bilmirik, ona görə sualda bir
boşluq var deyə düşünürəm. Əgər amma burada 8 olsaydı, cavab onda 3 çıxardı. Yekun ifadə. Belə yəni bu sualımız problemli sual oldu. Nəzərə alarsınız. Baxırıq 21-ci suala. Şəkildə MNDK. Nəsə bu şəkil kvadrat imiş. Və deyir ki, bura ona perpendikulyardır. Tamam. Sonra deyir ki, BD 3'dür. Bu dik qalxan hündürlüyü 3 imiş. MD haradır? Bura. MD 4/2 imiş. Əgər MD 4/2 idirsə, bu MD kvadratın diaqonalıdır da. Onda kvadratın tərəfi 4 olar. Yəni bunlar 4-dür. BK-nı istəyir bizdən. BK-nı necə taparam? Burada bir Pifagor yaranır. Bu düzbucaqlı, üçbucaqlı. Onu mən kənarda da çəkmək istəyirəm. Nə gözəl çəkdim. Allah Allah. Bura 3'dür, bura 4'dür. Bizdən də soruşur. Deməli, BK-nı, təbii ki, BK-da Pifagora görə 5 olar. 3 ilə 4'ün kvadratlar cəmi. Kök altında 25. Yəni 5 çıxır. Baxaq 22-ci suala. Limit hesablamamızı istəyir. Şifahi bir sualdır. Biz demişdik ki, burada 1/2'nin əmsalı ilə burada x'in əmsalını bir-birinə vururuq. Y üstü 6 edir. D variantı şifahi bir sual idi. 23'ə baxırıq. Deyir ki, bu və bu filan düz xəttləri deyir bir nöqtədə kəsişir. Hə, nə gözəl. Bir dəqiqə bunlar bir dənə çərçivəyə alaq. 2 dənə düz xəttimiz var, bir də KX düz xəttimiz var. Tamam. Bir nöqtədə kəsişir deyir kanı tap. Əvvəla bir nöqtədə kəsişir deyirsə, onları bərabərləşdirməliyəm. 4'də 1 x üstəgəl 2'ni bərabər edərəm 0.5x plus 1'ə. Bu 4'də 1 gəl 125 kimi yazaq. Hamısı onluq kəsir olsun. O zaman alınacaq 0'dan 125x 0.5'dən 0.125 çıxanda 0.125 qalır. 2'dən də 1 çıxanda 1. Buradan x'i tapanda 1'i 125'ə bölməliyəm. O da 4 eləyəcək. 1'i 125'ə böləndə 4 eləyir. İndi x 4'dürsə, rəym istəyən bunda, istəyir bunda. Fərq yoxdur. Yerinə qoyub y-i tapa bilərəm. Məsələn, mən burada yerinə qoymaq istəyirəm bunda. Y bərabərdir 0.5 vurulsun 4 üstəgəl 1 eləyəcək 2 üstəgəl 1 3. Yəni x 4 və y bərabər 3 aldıq. İndi mənə də deyirdi ki, k-nı tap. Bax, y bərabərdir kx var əlimizdə. Y 3'dür. K vur, x də 4'dür. K-nı tapmaq üçün nə edərəm? 3'ü bölərəm 4'ə. 3'ü 4'ə böləndə də eləyəcək 0.175. Ya cavab 4'dür ya da %75 yaza bilərsən. Təbii ki, kodlaşdırma zamanı siz onu kəsimdən yazmalısınız. Bu da bizim cavabımız. Baxırıq diaqrama. 1, 2, 3. Fikir verin, baxın, burada 3 dənə şkala var. Hər şkala bir vahiddir. O zaman bura 4'dür, bura 5'dir, bura 6'dır, bura da 7'dir, düzdür. O zaman B neçə olmuş olur? 6. C neçə olmuş olur? 7. Yəni mən A-nın qiyməti 3'dür, B-nin qiyməti 6'dır, C-nin qiyməti 7'dir. Bunu gördüm. Deyir çoxəldisinin ən kiçik qiymətini tapın. Yəni bərpa eləyək çoxəldimizi. 3x kvadrat üstəgəl 6x plus 7. Bunun ən kiçik qiymətini n vasitəsilə də tapa bilərsiniz. Düsturu 4a çıx b kvadrat böl 4a-dır. Yəni burada ABC-nin qiymətlərini yerinə qoymaqla çoxəldinin özünü qurmadan belə tapa bilərsiniz. Ən rahat yolda zaten elə budur. Çünki çevrilmiş kvadrat tənliyi olsaydı başqa üsul işlədə bilərdim. Bərabər olacaq 4 vur 3 vur 6 çıxılsın 5'in kvadratı. Bölünsün 4 vur 3. Sürətdə olacaq 72 çıx 25. Məxrəcdə isə elə 12. 47'ni 12'ye böləndə elə cavab belə qalsa yaxşıdır və yaxud da 3 tam 12'də burada 36 çıxsaq nə eləyər? 11 eləyər, hə? Belə də qala bilər. Gəldik çıxdıq 25-ci suala. Deməli, bizə nə verilib? Hazır müxtəsər düsturu var əslində. Fərq və hasil vasitəsilə kublar fərqini almaq. Mən amma düsturun özünü yazacağım, amma yenə də onun hardan gəldiyini də deyəcəm. Baxın, belə bir düsturumuz var. A kubu çıx B kubu bərabər. Deməli, A çıx B'nin kubu üstəgəl 3AB vur A çıx B. Belə bir düstur. Amma bu düsturu, yəni burada yerinə qoyub rahat hesablaya bilərik. Gəlin yazaq. 25'in kubu üstəgəl 3 vur. Deməli, 144 vur 25. Düzdür. Bunu hesablayırıq sadəcə. Biraz böyük ədədlər olsa da mən kalkulyatorla hesablayayım.
Digəri də 108.000. Nəsə belə hesablayırsınız. Ondan sonra qiyməti eləyəcək 26.425. Belə bir cavab. Bu bizim olur kublar fərqimiz. Amma mən bu düsturun özünün hardan gəldiyini də sizə demək istəyirəm. Necə yazılır yazanda. Birincisi A kubu çıx B kubunun özünün standart klassik düsturunu bilməlisiniz. Necədir düstur? A çıx B A kvadrat üstə gəl AB plus B kvadrat. Yəqin ki bu düstur hər birimizin yadındadır. İndi bir məsələ var ki, burada A çıx B ilə işimiz olmamalıdır. İkinci mötərizədə bu və bu iki toplananın cəminin yerinə mən nə yazıram? A çıx B-nin kvadratı üstə gəl 2AB yazıram. Köməkçi müxtəsərlə. Və geriyə qalan sondakı AB-mizi də əlavə eləməyi unutmuram. Yəni, təkrar üstündən keçirəm. Baxın, bu və bunun cəminin yerinə sadəcə bu ifadəni yazdım. Və burada sonuç olaraq sadələşdirəsi olsaz, burada AB-ləri toparlayası olsaz, A çıx B-nin kvadratı burada olacaq 3AB, düzdür? Və son olaraq bunu vurub açanda burada gördüyünüz düstur alınmış olur. Baxırıq 26-cı suala. Müəyyən integral. Əvvəla y-in integralını tapaq, yazıram. Y kvadrat böl 2 çıx 2y. Bunlar tapdıq integralını. Sərhədlər x və 0-dır. Bərabər mənfi 2-də 3. Sərhədlərə gəl qoyaq yerinə. Olacaq x kvadrat böl 2 çıxılsın 2x. 0 qoyanda zaten 0 eləyir deyə hər ikisi. Yəni onun mənası yoxdur. Bərabər mənfi 2-də 3. İndi burada nə etmək lazımdır? Təbii ki, hər tərəfi gəlin 2-yə vuraq ki, məxrəclərdən azad olaq. Buranı 2-yə vursam, olacaq x kvadrat çıx 4x. Sağ tərəfi 2-yə vursam, olacaq mənfi 3. Hər şeyi sol tərəfə yığıram. Yəni mənfi 3-ümüz olur müsbət 3. Və burada kökləri tapıram. Mən bir köklərin cəmini tap. Zaten Viet teoreminə görə bizim köklərimizin cəmi müsbət 4-dür. Ona görə cavab elə olub 4. Daha bir də kökləri ayrı-ayrı tapma ehtiyac yox. 27-ci sualda deyir tənliyi həll edin. Demək nə etmək lazımdır burada? Birincisi, burada mənfi neydi? 0,125 görürəm. Burada da 4 görürəm. Nə etmək var? Belə yazıram. Logaritma 0,25 əslində 4-də 1. Yəni 4 üstü mənfi 1. X çıxar. Üzrlü sayın uşaqlar, video çəkməyi dayandırıb və mən də videonun ona görə son hissəsini təkrar çəkirəm. Həlləri yazmışam, sadəcə üstündən sizə izah edəcəm. Zaten son 4 sualdır. Diqqətlə baxaq, zəhmət olmasa. Baxın, 27-ci sualda qalmışdıq. Dedik ki, 0,25-i mən 4 üstü mənfi 1 kimi yaza bilərəm. Az ki, 4-ün üstündəki mənfi 1-i əmsal kimi qarşıya keçirdim. Daha sonra burada da kök altında x əslində x üssü 2-də 1-dir deyə belə yazıram. Burada hər iki tərəfdə mənfini ixtisar aparandan sonra və əsasları da eyni olduğuna görə yuxarı hissələr bir-birinə bərabər olmalıdır. Ona görə x çıx 6 x üssü 2-də bərabərdir. Növbəti mərhələdə hər iki tərəfi kvadrata yüksəltmişəm. Təbii ki, x üssü 2-də 1 kvadrata yüksəldiyində x qalacaq. Çünki 2-də 1 ilə 2 ixtisar gedir. Sonra sol tərəfi müxtəsərə görə atıram. Və sağdakı x-i də sol tərəfə atandan sonra belə bir tənliy alınır. Təbii ki, Viet teoreminə görə hasili 36 cəmi 13 olan bilirəm ki, 4 və 9 kökləri var. Amma burada 4 kökünü götürmürəm, ödəmir. Niyə? Çünki bilməlisiniz ki, loqaritmanın yuxarı hissəsi həmişə 0-dan böyük olmalıdır. Yəni, x çıx 6 böyük 0 olmalıdır. Yəni, x 6-dan böyük olmalıdır. Ona görə də 4-ü heç vaxt götürə bilmərəm. Çünki 4-ü qoysam yerinə mənfi 2 eləyəcək bura. Olmaz axı. Ona görə cavab olar 9. Sonra növbəti 28-ci suala baxmaq istəyirəm. Burada nə edirik? Belə bir funksiyamız var. Törəməsinin ən böyük qiymətindən danışır. Gedirəm birinci törəməni tapmağa. Baxın, kökdəyətdə əmsal kimi qarşıda qalır. Sinusun törəməsini tapanda olur kosinus. Amma mürəkkəb funksiya olduğu üçün 2x-in törəməsinə, yəni 2-yə də vurmağı unutmuram. Daha sonra çıx A vurulsun. Bax, A-nı yazmışam. Kosinusun törəməsi mənfi sinusdur. Amma yenə də mürəkkəb funksiya olduğu üçün 2x-in törəməsinə, yəni 2-yə vurmağı unutmuruq. Bu bizim törəməmiz. İndi deyir, törəmənin ən böyük qiyməti 8-dir. Trigonometrik bir funksiya almışıq da. Ən kiçik ən böyük qiyməti bilirəm ki, bu düstur bəlirləyirdi və ona görə də əmsallara baxıram. Kosinusun əmsalı 2 kökdə 7-dir, sinusun əmsalı isə 2-adır. Onların kvadratlar cəmi
təbii ki, kök altında 8-ə bərabər olmalıdır. Onda kökün altı nə olmalıdır? Hər iki tərəfi kvadrata yüksəldəndə 64 olmalıdır, düzdür. Kökün altındakı ifadə 64-ə bərabərdir. 2a-nın kvadratı 4a kvadrat elədi. 2 kök 7-nin kvadratı da 4 vur 7. Buradan 4a kvadratını tapıram. 64 çox 28, yəni 36. A kvadrat 9-dursa A da olur 3. Cavab olur 3. Bəs niyə görə müsbət 3, mənfi 3 yox? Çünki bizə deyir A parametrinin hansı müsbət qiymətində. Cavab 3-dür. 29-cu sual uyğunluq sualıdır və çox rahat sualdır. Nə edirik burada? Başlayırıq birinciyə baxırıq. Baxın, hər üçünə, yəni hər üçünə aid olan şey nədir? A çoxluğu 30-dur, A fərq B 21-dir. Bu üçünə də aid olan bir şeydir. Ona görə hamısında fikir versəz 21-lər yazmışam. Bir də ümumi A çoxluğu 30 olsun deyə kəsişməsi hamısında 9-dur. Dəyişən sadəcə sağ tərəfdəki hissələrdir. İndi birincidə deyir ki, B 20 olsun. Əgər B-nin bütöv 20 olmasını istəyirəmsə və bura 9-dursa, təbii ki 11 qalır da 20-dən 9 çıxanda. Yəni B fərq A 11 olmuş olur. Elə bir variant yoxdur bizdə. Birləşmə isə 21, 9 və 11-in cəmi olan 41-dir. Ona görə də 1-ə B variantı gedir. Daha sonra ikinciyə baxıram. 25. Buranın 25 olması üçün 25-dən 9 çıxanda 16 eləyir deyə bura 16 yazıram. Yəni B fərq A 16-dır. Bu da bizdə Y variantındadır. Digər tərəfdən birləşməni tapmaq istəsəm 21, 9 və 16-nı toplayaram. Bu da 46 verər. Ona görə A variantını da əlavə eləyirəm 2-yə. Üçüncüyə baxaq. B-ni 15 verib. Bax, bu bütöv 15 olsun deyə, əgər bura 9-dursa. 15-dən 9 çıxıb 6 yazaram. Demək ki, B fərq A 6-dır. Yəni ki, D variantı aiddir bura. Birləşməsi deyilir 36, amma variantlarda 36 yoxdur, 38 var. Ona görə aid olmur. Burada C variantı heç birisinə getmir. Gəldik son olaraq isbat sualımıza. Mən bu formada isbat yazmışam. İndi axşam çəkmişdim videonu. Müxtəlif versiyalarda isbat eləmək olar. Yəni ki, mən necə rahatdırsa, ağlınıza ilk nə gəlirsə, bildiyinizdən istifadə edib rahat isbat eləyə bilərsiniz. Deməli, düzbucağın trapesiyadır. Deyir ki, düzbucağın trapesiya oturacaqları əgər AB-dirsə, isbat elə ki, daxilə seçilən çevirən radiusu budur. Bu düsturu əslində çoxunuz bilənləriniz bilir, amma adətən çox ehtiyac qalmır misal tətbiqində bu düsturun özünü əzbərləyib işlətməyə. Çünki hündürlük enlərində zaten hesablamalar ədədlərlə rahat Pifaqor qrup tapıb çıxarmaq olur. Amma düsturun isbatını istədiyi üçün artıq göstərmək lazımdır. Deməli, düzbucağın trapesiyaya fikir versəz, mən burada daxilə çevrə çəkmişəm və radiusları RR yazmışam. O zaman təbii ki də hündürlüyü də 2 yerə bərabər olacaq. Oturacaqlar AB-də özümdən bir dənə C yazmışam yan tərəfə və təbii ki burada görürsünüz, buradan da hündürlüyü endirmişəm. Təbii ki o hündürlüyü də yenə 2 yer olacaq. Ümumi 6 oturacaq B-dirsə, buradan bura qədər A olandan sonra bu balaca hissəyə B çıxar düşür təbii ki. Və burada nə edirəm? Bilməlisiniz birinci qayda əsas odur ki, diqqətlə qulaq asın. Qavarıq dördbucağın daxilinə çevrə çəkmək mümkündürsə, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabər olur. Yəni 2 yerlə C-nin cəmi bərabər olmalıdır A-nın B-nin cəminə. Düzdür? Oradan təbii ki C-ni tapası olsam, qalan hər şeyi sağa atıram. Baxın 2 yeri sağa atıram. Olur A plus B çıx 2. Düzdür? Daha sonra bunu saxlayıram yaddaşımda. Gedirəm burada hansı ki düzbucaq yaratmışdım. Orada Pifagoru tətbiq edirəm. Sən bilirsən ki hipotenuzun kvadratından katetin kvadratını çıxanda digər katetin kvadratı qalır. Düzdür? Belə bir Pifagor qurdum və bunu kvadratlar fərqi şəklində vuruqlara ayırdım. Baxın, bir dəfə çıxmasını, bir dəfə toplamasını edirəm. 2 yerin kvadratı da 4 kvadrat edir. Davamını aşağıda yazmışam və nə baş verir? Baxın, C-nin yerinə A plus B çıx 2 yer yazası olsam, burada və burada C-nin yerinə bu ifadənin yazası olsam, diqqətlə bax. Bu hissə və bu hissə C-dir. Yazdım, bərabərlədim 4 kvadratına. Sonra baxdım ki, burada B-lər islah gedir, burada isə A-lar islah gedir. İslahlardan sonra belə bir ifadələr qaldı. Daha sonra burada da 2-ni çıxarıram mötərizə xaricinə, burada da 2-ni çıxarıram mötərizə xaricinə. Və o ikilərin hasili 4 elədiyi üçün sağdakı 4 ilə gedir ixtisar. Qalır belə bir ifadə. Burada da vurub açası olsam sol tərəfi görəcəm ki, ən axırda R kvadrat yaranır. Həmin R kvadrat sağdakı R kvadratla islah olur. Çünki bərabərliyin sağ və solunda eyni
işarəli hədlər, bərabər hədlər olanda onlar islah gedə bilirdi. Qalır belə bir ifadə. Yəni mən burada AB-ni saxladım solda, AR, BR-i atdım sağa ki, onlar qoy müsbət olsun. İndi burada R görürəm ki, hər ikisində ortaqdır. R mötərizə xaricdən çıxarıram. Qalır içəridə A plus B. Mənə lazım idi R-i tapmaq. R-i tapası olsam tənasübdən AB hasili böl AB cəmi alınır. Beləliklə isbatımız tamamlanmış oldu. Beləliklə bu da bizim sınaq 9-umuz. Sınaq 9-umuzun izahının sonuna çatdıq. Hər birinizə uğurlar arzulayıram. Sınaqların video izahlarının davamının gəlməsini istəyirsinizsə mütləq şərh bölməsində öz fikirlərinizi bölüşməyi unutmayın. Hələlik.